İnternetdən pul qazanmaq çoxlarına elə gəlir ki, bu ya bir xəyaldır, ya da çox böyük sərmayə tələb edir. Bəs sizə desəm ki, elə deyil. Gəlin bugün Azərbaycanda evdən çıxmadan real gəlir əldə etməyin 5 konkret və sınanmış yolundan danışaq. Bir anlıq düşünək. Hər gün eyni ofis, eyni divarlar. Artıq bezmisiniz. Bəlkə də tələbəsiniz. Xərcləri qarşılamaq üçün əlavə gəlirə ehtiyacınız var. Ya da bəlkə də ürəyinizin dərinliyində deyirsiniz ki, mən öz işimin sahibi olmaq istəyirəm. Səbəbiniz nə olur olsun, doğru yerdəsiniz. Çünki bugün danışacağımız 5 yol bəlkə də sizin üçün o axtardığınız yeni qapını açacaq. Amma gəlin başdan bir şeyi aydınlaşdıraq. İnternetdə gördüyünüz o bir gecədə varlan, sadəcə klik et, qazan tipli vədlər demək olar ki, həmişə bir tələdir. Asan pul deyə bir şey yoxdur. Bizim danışacağımız yollar real zəhmət tələb edir, zaman tələb edir, səbir tələb edir. Ancaq bu zəhmətin sonunda əldə edəcəyiniz nəticə hər şeyə dəyəcək. Yaxşı, hazırsınızsa başlayaq. İlk yolumuz bəlkə də ən məntiqli və ən güclü yoldur. Söhbət artıq sahib olduğunuz bacarıqları bir gəlir mənbəyinə çevirməkdən gedir. Bəs bunu necə edəcəyik? Cavab çox sadədir. Freelance olaraq. Yəni, siz heç bir şirkətə bağlı deyilsiniz, səhər 9-dan axşam 6-ya işə getmirsiniz, tamamilə sərbəstsiniz. Sifarişləri onlayn tapırsınız, işi görürsünüz və pulunuzu qazanırsınız. Qısası, özünüz özünüzün müdürüsünüz. İndi deyəcəksiniz ki, hansı bacarıqlardan söhbət gedir? Məsələn, mətnləri yaxşı yazır və ya bir dildən digərinə tərcümə edə bilirsiniz. Bu artıq bir işdir. Bəlkə qrafik dizaynla maraqlanırsınız, logolar, posterlər hazırlayırsınız və ya web proqramlaşdırma bilirsiniz. Hətta sosial media səhifələrini idarə etmək belə bugün inanılmaz dərəcədə tələbat olan bir bacarıqdır. Yəni, əgər bunlardan birini bacarırsınızsa, bilin ki, onlayn dünyada sizin üçün bir iş artıq mövcuddur. Keçək ikinci yolumuza. Bu yol, başqalarının uğuruna kömək edərək öz uğurunuzu qurmaqla bağlıdır. Necə? Yerli bizneslərə onlayn dünyada dəstək olaraq. Gəlin real danışaq. Azərbaycanda indi hansı biznes sosial mediada yoxdur ki? Kiçik bir butikdən tutmuş, böyük bir restorana qədər. Hamısı oradadır. Amma bir problem var. Həmin biznes sahiblərinin çoxunun bu işi peşəkar səviyyədə görməyə nə vaxtı var, nə də bacarığı. Və məhz bu an siz səhnəyə çıxırsınız. Onlara nə təklif edə bilərsiniz? Çox şey. Məsələn, onların sosial media səhifələrini tam idarə edə bilərsiniz. Gözəl postlar, maraqlı storilər hazırlaya bilərsiniz. Reklamlarını düzgün hədəf kütləsinə yönəldə və müştərilərin suallarını cavablandıra bilərsiniz. Bu, sadəcə bir xidmət deyil, həmin bizneslər üçün əsl xilaskar rolunu oynamaq deməkdir. Və gəldik üçüncü yolumuza, onlayn ticarət. Xüsusilə də Azərbaycanda Instagram üzərindən satış etmək ən populyar gəlir modellərindən birinə çevrilib. Onlayn mağaza deyəndə ağlınıza böyük anbarlar, çoxlu mal gəlir, elə deyilmi? Amma heç də elə olmaq məcburiyyətində deyil. Baxın, 2 super model var. Birincisi dropshipping. Bu nə deməkdir? Çox sadə. Siz məhsulu anbarınızda saxlamırsınız. Sifariş gələn kimi təchizatçıya xəbər verirsiniz, o da birbaşa müştəriyə göndərir. Yəni, heç bir riskiniz yoxdur. İkinci yol isə daha yaradıcıdır. Öz əl işləriniz. Bəlkə gözəl bəzək əşyaları düzəldirsiniz ya da başqa bir bacarığınız var. Bax, bu sizi unikal edən şeydir. Hər iki halda da demək olar ki, sıfır sərmayə ilə bu işə başlaya bilərsiniz. Yaxşı, dördüncü yola nəzər salaq. Bu yol xüsusilə bir sahəyə dərin marağı olanlar, bildiklərini bölüşməyi sevənlər və ya sadəcə maraqlı şəxsiyyətə sahib olanlar üçündür. Söhbət kontent yaratmaqdan gedir. Hər hansı bir mövzuya, məsələn, yemək bişirməyə, texnologiyaya və ya kitablara qarşı böyük bir həvəsiniz var? Əla! Elə isə, niyə bu həvəsinizi gəlirə çevirməyəsiniz ki? Bir YouTube kanalı açın ya da maraqlı bir blog yaradın. Zamanla sadıq bir izləyici kütləsi topladıqdan sonra, inanın ki, sponsorluqlar və reklam gəlirləri qapınızı özləri döyəcək. Və nəhayət, gəldik 5-ci və sonuncu yolumuza. Bildiklərinizi başqalarına öyrətmək. Heç vaxt unutmayın, sizin üçün çox adi, gündəlik bir bilik, başqa bir insan üçün inanılmaz dərəcədə dəyərli ola bilər. Məsələn, İngilis dilini mükəmməl bilirsiniz? Əla.
onlayn dərslər verə bilərsiniz. Riyaziyyatdan güclüsünüz, abituriyentlərə kömək edə bilərsiniz. Hətta peşəkar bir yoga təlimçisi və ya marketinq mütəxəssisinizsə, bu biliklərinizi onlayn təlimlər və ya konsultasiyalar vasitəsilə asanlıqla pula çevirə bilərsiniz. Beləliklə, 5 fərqli və real yoldan danışdıq. Gördüyünüz kimi, bunların heç biri sehirli bir düyməyə bas, varlan sxemi deyil. Bunların hamısı real imkanlardır, amma eyni zamanda real zəhmət tələb edən imkanlardır. Yaxşı, bəs bütün bu yolların ortaq cəhəti nədir? Uğurun sirri nədədir? Əslində formula çox sadədir. Birincisi zəhmət, ikincisi davamlılıq, yəni ilk çətinlikdə təslim olmamaq və üçüncüsü hər zaman yeni şeylər öyrənməyə həvəsli olmaq. Bu üçü olmadan onlayn dünyada möhkəm bir yer tutmaq demək olar ki, mümkün deyil. Bəlkə də indi bütün bunlar sizə çox böyük, çox çətin bir yol kimi görünür. Haqlısınız. Amma bir şeyi unutmayın. Ən uzun, ən çətin səyahətlər belə o balaca amma cəsarətli ilk addımla başlayır. Bəlkə də sizin onlayn uğur hekayəniz məhz bugün, bu an başlayacaq. Və sonda, bu yolda sizə lazım olan ən böyük sərmayə pul deyil. Ən böyük sərmayəniz özünüzə ayırdığınız zaman və öz gücünüzə, öz bacarıqlarınıza olan sarsılmaz inamınızdır. İndi isə növbə sizindir. Bu 5 yoldan hansı sizin ürəyinizə daha çox yatdı? Hansı bacarığınızı sabahdan etibarən bir gəlir mənbəyinə çevirmək istərdiniz? Bir anlıq dayanıb düşünün, sizin ilk addımınız nə olacaq?